Herkese salam dostlar. Yeni bir video ile karşınızdayım. Bugünkü videomuzda təəssüf ki, hüzün vericidir. Yəni xoşa gələn video deyil. Dostlar, bilirsiniz, yenə 16 yaşlı qız rəhmətə gedib. Yəni 16 yaş bilirsiniz heç nədir. Təzəlikdə Elgün rəhmətə getmişdi. İndi də 16 yaşlı Nuranə rəhmətə gedib dostlar. Qatili hələ də tapılmayıb. Dostlar, çalışın, özünüzü qoruyun. Yəni gəncsiniz, cavansınız. Ehtiyatlı olun. Vallahi çox heyfslənirəm, çox pis oluram. Gəlin bir dənə Nuranənin videosunu izləyək. Xahiş olun, axıra kimi izləyin, paylaşın, paylaşdırın. Yəni belə şeylərə son deyək. Xoş günlər gəlsin, xoş günlər başlasın. İnşallah hər şey yaxşı olar. Allah ailələrinə səbir versin. Gəlin bir dənə onun da videosunu izləyək dostlar. Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova həyat yoldaşı Seyid Rəsul Talıbzadə tərəfindən xüsusi amansızlıqla qətlə yetirilərək Kür çayına atılıb. Daha sonra isə qızın atasına məlumat verilib. Nuranənin atası İlkin Ələkbərovun sözlərinə görə qızı az yaşlı olduğu üçün onların rəsmi nikahı olmayıb. Məlumata görə Seyid Rəsul Nuranəni 15 yaşı olarkən qaçırıb. Hətta ona təmtəraqlı toy da ediblər. Övlad itirmək valideyn üçün çox ağırdır. Amma təəssüf ki, bəzən övladlarının ölümünə elə birbaşa valideyn səbəb olur. 15 yaşlı uşağı ər evinə göndərən ata-ana ən böyük qatil və cinayətkardır. 15 yaşlı uşağı gözünü açmağa qoymayıb, elmdən, təhsildən uzaqlaşdırıb necə yad evə, yad ocağa göndərmək olar? Az yaşlı qızı ailə məsuliyyəti ilə necə yükləmək olar? Bu qədərmi bezmisiniz övladlarınızdan? Bəs həmin az yaşlının məktəb əvəzinə ər evinə getməsindən məktəb direktorunun xəbəri olmayıbmı? Heç maraqlanmayıblarmı ki, bu uşaq niyə məktəbə gəlmir? Ərazi icra nümayəndəsi, bələdiyyə sədri bu hadisədən xəbərdar deyildimi? Nə vaxta qədər yetkinlik yaşına çatmamış qız övladları qul kimi satılacaq, getdiyi evlərdə işgəncələrə məruz qalacaq? Baş verən bu kimi hadisələrə görə tək bir nəfər öldürən günahkardır, yoxsa hadisəni bilib susan, az yaşlı qızın evləndirilməsindən xəbərdar olan hər kəs tək-tək cəzalandırılmalıdır ki, oxşar hadisələr yenidən təkrar olunmasın. Bütün bu suallara cavab tapmaq üçün hüquqşünas Ramil Süleymanovun fikirlərini öyrəndik. Hüquqşünas publikaza bildirdi ki, ilk olaraq istintaqa cəlb olunacaq şəxs Nuranənin təhsil aldığı məktəbin direktorudur. Stat. Məsələ ilə bağlı müvafiq dövlət qurumları tərəfindən mütləq şəkildə araşdırmanın nəticəsini gözləmək lazımdır. Qanun pozuntusu ilə bağlı cəzalanacaq şəxslərin dairəsi istintaqdan sonra müəyyən olunacaq. Amma indiki halda hesab edirəm ki, sorğu-suala cəlb olunacaq şəxslərdən birincisi həmin qızın təhsil aldığı məktəbin direktorudur. Bundan əlavə, həmin əraziyə cavabdeh olan kənd icra nümayəndəsi, bələdiyyə sədri, eyni zamanda Daxili İşlər Nazirliyinin müvafiq rayon üzrə polis idarəsinin həmin əraziyə cavabdeh olan sahə müvəkkilidir. Bunların mütləq şəkildə xidməti fəaliyyəti araşdırılmalıdır. Sorğu-suala bu şəxslər də cəlb olunmalıdır. Çünki bu şəxslər öz ərazisində olan bu kimi negativ hallarla bağlı məlumatsızdırsa, deməli işlərinin başında deyirlər. Yaxud işlərinin başındadılarsa və bu halla bağlı məlumat alıblarsa belə lazımi qaydada tədbir görməyiblər. Statın sonu. Süleymanov qeyd etdi ki, 28 iyun 2024-cü ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən 176-1 maddəyə görə qadını nikaha məcbur etmək cinayət hesab olunur. Stat. Bunu həyata keçirən şəxslər 2000 manatdan 3000 manatadək miqdarda cərimə olunur və 2 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır. Əgər eyni əməl nikah yaşına çatmamış şəxs barəsində törədilmişdirsə, 3000 manatdan 4000 manatadək cərimə və 4 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır. Qeyd edək ki, bu əməl az ağır dərəcəli cinayət hesab olunur. Çünki cinayətin törədilməsindən çox müddət keçməyib və istintaq orqanı tərəfindən şəxsin valideynləri istintaqa cəlb olunmaq barələrində araşdırma aparılıb məhkəməyə təqdim oluna bilər. Statın sonu. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və Allah rəhmət eləsin. Nə deyə bilərik? Əlimizdən heç nə gəlmir. Sadəcə çalışın, belə ehtiyatlı olun, özünüzü qoruyun dostlar. Vallahi yəni yaxşı deyil. Gənc nəsildir, ölür. Allah hamısına rəhmət eləsin. Məkanları cənnət olsun inşallah. Allah ailələrinə səbir versin. Siz də özünüzü qoruyun. Özünüzdən müğayət olun dostlar. Özünüzü qoruyun. Sağ olun, salamat qalın.